Hörmətli izləyicilərimiz, satışdan nadir hallarda qalan 6 qaraj proyektində 3 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Yəni, baxın, burada bir neçədən 6 qaraj var idi. Sonuncu evdir və yol düzələcək, hörmətli izləyicilərimiz. Hələ ki, yük maşınları falan gedir, gəlir. Qəşəng karbonat töküləcək, üstündən də şebel töküləcək, qəşəng küçə olacaq, hörmətli izləyicilərimiz. Ətrafda tam yaşayışlı. Deməli, bugünkü gün bazarda, elə bu boyda həyətlə evin qiyməti olur, məsəl üçün 55 min. Üstünə 4.000 də qoyursunuz, 59 minə indi endirim də olacaq. Bura kombi otağıdır. Üstünə 4.000 də qoyursunuz, bax sizə ürəkli, qəşəng 6 qaraj, beton ricellərlə falan tikilmiş. Həm obyekt eləyə bilərsiniz gələcəyinə, həm də ki, belə sport zal eləyin, nə bilim, çamaşır otağı eləyin, nə bilim, təmir eləyin, yaşayın burada, yəni isti polunuzu verin. Qış mətbəxi, yay mətbəxi qəşəng genişdir. Nə desəz düzəltmək olar. Nəmişlik falan yoxdur. İndi iş təzə qutarıb, suvağın suyu da ola bilər, daşın özünün duzu da ola bilər. Quruduqca belə şeylər olur. Gəlib görəcəksiniz, nəmişlik yoxdur. Bura Masazırdır, hörmətli izləyicilərimiz. Masazır 6 nömrəli məktəbdən aşağıda 569-un yolunda. Baxın qardaşlar, qaz var, su var, işıq var. Kanalizasiya mərkəzi kanalizasiya sistemi, sənədimiz də Kupçadır. Yəni, başqa nə istəyirsiniz? Marşruda da 200 metr məsafədə. Masazır haqqında danışanlar, nə eləyənlər, nə bilim, probkadır, nədir? Probka deyəndə ki, 28 molun qabağında maşın saxlamağa yeriniz var və yaxud da rahat hərəkət eləməyə yer var, yoxdur. Yəni, orada probkadır, orada sıxılıqdır. Hələ bura oradan yaxşıdır ki, maşını saxlayanda kamera falan çəkmir. Yəni, olsun başqa yerlər, Xırdalan, Zabrat, Məhəmmədi, onsuz da Bakı ətrafı yerlərin hamısında bu şeylər olur. Xazlar olur, saat vaxtı var da. Karoçi Masazır haqqında mənfi danışanlar gəlsinlər, görsünlər ki, havası necədir, sənədimiz qaydasında, suyumuz, qazımız, işığımız, bəzi yerlər var, quyu suyu inandır, bəzi yerlər var ki, dədəbaba sulu şambo ilə yaşayırlar. Bugünkü gün burada müasir standartlara uyğun tikintilər var. 59 min manatdır, sənədimiz Kupçadır, 3 otaqdır, qoşadaşdır, tikilişinə gəlin ustamızla, arxitekturla, mühəndislə, prorabla, kimlə istəyirsiniz gəlin baxın. Sağ olun, salamat qalın.